üçün niyə biz, məsəl üçün, yaşıl işıq yandırıb da, hansısa formada investorları, iş adamlarını bula cəlb etmək üçün biz siyasət həyata keçirmirik. Anladım da burada işlərimiz çoxdur. Rusiyadan bura investor lazımdır bu bizə. Niyə? Rusiya, mən geopolitik baxımdan hesab edirəm ki, Azərbaycanlara nəzərdə Rusiyadan bura investisiya gəlməsini mən heç də yaxşı bir şey Azərbaycanlıları nəzərdə tuturam. Oradakı bizim miqrantları amma yenə də texniki baxımdan Rusiyadan gəlmiş olacaq. Tamam, o pulun nədir? Çirklidirmi? İyisi mi? Çirkli deyil, siyasi risklər yaradır. Niyə? Lazımdır bizə Rusiyadan iqtisadi asılılıq. Asıllıq deyil. Mən fərqli deyəsən cümləmi düzgün ifadə etmədim. Mən deyirəm ki, bizim oradan bir miqrant ordumuz var. Deyilmi? İşçi bazı, əmək gediblər. Anladım. Orada daha yaxşı pul, daha çox pul qazanmasaydılar, çoxdan qayıtmışlar. Biz də bilirik onu. Amma biz də indi nəyi deyirik? Deyirik ki, indi ölkəmiz daha böyükdür, ərazimiz daha böyükdür, iş yerləri açıla bilər, onlar bura gələ bilər, burada Qarabağın qurulmasında, tikilməsində iştirak edə bilər. Yox, bu istək deyil də, gərək hökumət yaşıl işıq yandırsın, şərtlər təqdim etsin, fürsətlər yaratsın. Adam orada yaşayır, pul qazanır. Hətta bura da göndərir. Sən necə deyə bilərsən ki, dur gəl bura, mən sənə xüsusi şərait yaradım. Mən çoxlu miqrant tanıyıram ki, çevrəmdə də, qohum əqrabada, tanışlarda da. Yəni heç kəs öz yurdunu, yuvasını keyfindən buraxıb da getmir. Burada şərtlər o qoçaq insanlar üçün keyfindən getməsə də orada pul qazanır ki. Tamam, o pulu burada qazana bilməzmi sizcə? Azərbaycan kimi bilsəydi qazanardı da, qazanamır ki, ora gedib. Niyə qazanamır? Günahkar o adamdırmı sizcə? Yox, biz burada iki məsələ, siz belə humanitarlaşdırırsınız məsələni. Yox, mən şərtlər daxilində deyirəm. Biraz emosional şeyə çəkirsiniz. Mən hamının neçə 100 min adam gedib ora, 2 milyonu daha doğrusu, 500 min Moskvada. Olsun da yəni mən rəqəm deyib bu ölkə üçün. Çox rifah, bax İrlandiya Avropa Birliyinin ən sosial rifahı təminatlı yüksək olan ölkələrdir. Bilirsiniz necə beynəlxalq var orada. Hökumət saxlaya bilmir gəncləri. Hətta onlar düşünürlər ki, müqayisə uğursuz deyə bəy. Yox, müqayisə deyil. Bizimkilər nəyə gedib bir onu nəzərə alaq? Siz deyirsə kefindən, o İrland kefindən gedir. Tamam, amma o da yaxşı iş axtarır da. Hamısı Amerikaya gedir. Çünki Amerikada karyera qurmaq daha asandır. İrlandiyada ciddi bu problemdir. Deyir ki, biz bu 20-30 il ərzində milyardlarla pul xərclədik. Həqiqətən də çox gözəl təhsil sistemi qurublar. Amma ölkə balacadır deyə, kiçik ərazidir. Gənclər xüsusilə istedadlı gəlir. Çıxıb gedir oradan. İndi qaytara da bilmirlər. Gah vergi güzəştləri təyin edirlər, gah şirkətlərə vergi tətili təklif edirlər, gah o gənclərin özünün əlavə qayıtmaq istəyən çox azdır. Yəni ki, bunu hökumətin üzərində yıxmaq. Sabah mən bilirsiniz niyə deyim? Mən bu hökuməti müdafiə eləmirəm. Mən özümü hökumətdə təsəvvür edib düşünürəm ki, sabah bu olmasın, biz olduq. Bəli. Siz oldunuz, yaxşı bəyəndiyiniz başqa birisi oldu. Çözəcək bu problemi. Yəni bir addım ata bilmək də var da. Birsiz bir tam bax mən sizin müqayisələriniz, bir qədər üzrlü amma sizin müqayisəniz doğruluq deyil. Siz gətirirsiniz bunu emosional duruma ki, bu buradan kefindən getmədi. Nə bilim nəyə görədir? Kefindən gedən də var. Yox. Biz hamımız bilirik ki, Azərbaycanda iş adamlarına yaradılmayan şərait, bəzi sahələrdə sıxma var. Elə sualı elə qoyun. Mən düşündüm, siz anladınız, mən nə demək istəyirsiniz. Mən anladım, mən sizin səsinizi anladım. İş yerləri yoxdur, iş adamlarına sıxışdırmalar var. Siz emosiyalarına gətirdiniz ki, emosional şantaj da kiçik də olsa ki, bu vətəndaşlar buradan küsüb gediblər, nə bilim, falan eləyiblər, falan. Eləsi də var. Niyə küsüblər? O mu önəmlidir? Yəni adam vətənindən küsmür də. Sistem budur da. İqtisadi rəqabət yox, demokratik seçki yox. Biz onu deyirik də, elə bayaqdan nəyi deyirik? Bunu anlamaq çoxmu çətindir? Gərək mən hər dəfə bunu deyim. Yox, mən deyirəm ki, indi yaşıl işıq yandırmaq üçün fürsət yaranmayıbmı Həkim bəy? O sualı hökumətə verin. Yox, mən müsahidə götürürük deyə. Bax, mən analitik deyirəm, mən siyasətçiyəm. Siyasi şərhçi deyim. Mən öz partiyamızın üzvüyəm, müxalifətdən. Mən uzaq başlıca deyə bilərəm, biz partiya niyə edə bilərik hakimiyyətə gələn? Hökumət niyə etmir? Onu hökumətdən soruşur. Yox, siz axı az öncə dediniz ki, hökumət burada nə etsin, dünyanın başqa ölkələrindən müqayisələr aparır. Ona görə dedim ki, uğursuzdur. İrlandiyalı onun ora getməsindən Gəncədəki bir iş adamının gedib orada buradakı sata bilər. Nəticə ki, eynidir. Okey, amma o burada kartofunu sata bilər. Əgər bazar normal... Biz kartof satan yetişdirmək istəyiriksə, onda... Biz beynəlxalqdan danışmadıq da, bəy. Biz daha çox iş adamlarını... Hər dəfə sözünü belə dinləyin. Mən sizə oponent saymıram axı, siz müsahibədir bu. Oponent olsaydı başqa cür danışardı. Amma siz oponent kimi danışmaya çalışırsınız. Çünki sizin oponentiniz yoxdur burada, ona görə mən... Çağırın gəlsin də kimi. Gəlmirlər. Buyurun, davam eləyək. Amma məncə bunu... Sizin rolunuz oponentlik deyil. Sizin rolu məni izləyicilərin yararına danışdırmaqdır. Siz burada məni hər dəfə belə vəziyyətə salırsınız. Yüngülvari emosional şantajda. Hər dəfə. Ki, bilirsiniz ki, mən də o şeylərə dözümsüzəm. Ki, ay nə bilim, belə... Sosial şəbəkədəki havaya düşürsünüz, esində. Mən sosial şəbəkəyə girməyə vaxtım yoxdur, inanın. Çünki o hayküçülüklə bu iş düzəlmir. Mən sizə deyirəm, ən rifah
Fransanı da çəkə bilərəm. Bax, Fransadan Amerikaya iş axtaran gedənlərin 25% gənc alimlər. Fransa kimi, nə bilim, harasını tərifləyim, möhtəşəm bir ölkə, eləmi? Amma gedirlər. Gənclər gedir. Çünki Amerika, indi Trump görək necə, bəlkə bağladı ölkəni, daha bura gedən olmadı. Amma hər halda, harada daha yaxın karyera qurmaq olursa, daha asan, harada daha asan, tez və çox pul qazanmaq olursa, harada vergi daha azdırsa və çox bir başqa səbəblərdən insanlar gedir. Sən onun qarşısını ala bilməzsən. Bizdəki gedənlər, dedim, insarçılıq, ondan sonra siyasi təzyiqlər, rəqabətin, demək olar ki, xüsusilə bəlli səviyyədə qədər sən indi kiçik bizneslə məşğul ola bilərsən. O dediyiniz kimi, meyvə tərəvəz, kafe, halbuki orada artıq girirlər taksilər, içkilər, oranı da artıq nizamlanmağa girişirlər. Təbii ki, indi orayla öz qanun ödən ailəsini dolandıran qalır. Amma kimin ki iddiası daha çoxdur, çox pul qazanmaq istəyir, hesab edir ki, o burada onu edə bilmir, o gedəcək. Və gedir də, oradan qazanıb burada ailəsinə və yaxud rayonuna pul göndərənlər var. Amma sual nədən başladıq, gəldi görün hara çıxdı. Siz Rusiyadan investisiya, hətta Azərbaycanlıların investisiyasını danışdınız. Nə olsun ki, Azərbaycanlı? O Rusiyadan gələn bir puldur. Rusiyada qazanılıb, bura gətirilən pul Rusiyanın geopolitik təsiri altında olan kimi qarşılamalıyıq biz.